Hamıya salam, kanalıma hoş gəlmisiniz. Biz də bugün səhər indim. Mən indi ceyirəm. Kofemi içdim və ceyirəm cücələrimi buraxmağa. Cücələri buraxmışam daha doğrusu. Amma yox, buraxmamışam, səhv deyirəm. Ceyirəm indi cücələri buraxmağa və toyuqlarımızı. Birinci ceyim toyuqları açım. Bunun balaları var idi, arası oldular bilmirəm. Belki de kimse tutup azdırıblar. Şimdi buranı açaq və toyuqlarımızı buraxaq. Burada heç kim yoxdur, heç kəs. Yalıq, gəlin, çıxın. Çıxın. Все. Toyuqları açdım. İndi gedim cücələri də açım. Bunlara siz bir baxın. Və indi bunları yem də verim. Pişiyi necə də qomardılar, gördünüz. Xoruz necə qomardı pişiyi. Cip. İndi istəyirəm uşaqlara yumurta pişirim. Qazın üstünə pişiri verməyin. Onu bugün təmizləmək istəyirəm. Alındı. Bunu bura qoyuram, biraz qızsın. Altını azaldıram. Və indi yumurta sındıracağım. İstəyirəm uşaqlara qayğanaq pişirim. Bütün yağı tökdüm bura. Böyle ərisin. Və yumurtanı indi yılkı ilə belə qarışdıracağım. Birinci duz tökəcəm. Çaşıb duz açabilsem. Soya eridi, kızdı tabağa. Şimdi bunu burada tökeceğim. Son kapağını da bağlayacağım. Qaynatama indi belə bir salat hazırlayıram. Bura pomidor tökmüşəm, xiyar, şirin istiyor və reyhan. Biraz da duz əlavə elədim. İndi bunu belə qarışdıracağım. Evdə qatıq da var. Yəqin ki, qatıqla yeyəcək. Aslında əsl yay yeməyidir. Soğan da əslində əlavə eləmək olar, amma pişəcəyir deyə ona görə də soğan əlavə eləmədim. Son bura qoydum, çörəklə yeyəcək. Cücələrim isə buradan buraxmışam. Dünən çürtü itirmişdi, qaçıb getmişdi. Və bugün gəlib tapmışıq. Gəlib balalarının yanına. Biz yuxudan indi durmuşuq, günorta yapmışdıq və yoldaşım biz durmamışdan qabaq gedib marojna alıb, sağ olsun, düşəndən. Çünki çox istidir, dəhşət istidir deyə. Daha şəz yoldaşım bu qədər marojna alıb. Ala biri sənindir, biri Rəvanındır, yaxşı? Hamısı sən deyil. Mənim. Burada 2 dənə qalıb, biri Rəvanındır. İki tane qalıb. Biri Rəvanındır, biri də babanındır. Yaxşı, yəni. Yaxşı, baba. Da. Biz isə burada lovya dənəliyirik.
Почти уже qutarırıq, daha az qalıb. Bu lovya qabıqlarını da verəcəyik quzulara. Qoy quzular yesin. Burada indi uşaqlar orada oynayır. Burada indi marasilkadan səbzi çıxartmışam. Qaynanam pişirmişdi. Pişmiş vəziyyətdədir və pişmiş vəziyyətdə belə dondurub, qoyub dondurmaya. Və mən indi bunu çıxartacağım və donu açılandan sonra elə bil ki, qazana tökəcəm. Qazanda onu qarışdıracağım, isitəcəm və pişmiş səbzi də hazır vəziyyətdə olan səbzidir. Ona görə də bir dənə bunu qazanda isitmək lazım olacaq və salam. İstəyirəm indi sizinlə birlikdə bu şirinini doğrayayım. Burada şirini doğrayan var məndə. Belə bir şirini doğrayandım. Və indi bu ilə bu şirinləri doğrayacağım. Səbzinin donu tez açılsın deyə qoymuşdum onu mikrovalnovkaya, amma görürəm ki, hələ tam açılmayıb. Ona görə də yenə qoyacağım. Qoy bir 5 dəqiqə. Hardasa 5 dəqiqə zat yenə işləsin. 5 dəqiqə qoymuşdum, indi yenə 5 dəqiqə qoyaq. Belə. Və bu qabları indi yumaq lazım olacaq. Elə ki, bunu bura qoyuram. Sonra isə bunu yuyacağım. Buranı Pimaluxla yumuşam, sürtmüşəm hər yeri. Yaxşı yumuşam, amma yenə də görsüz getmir də. Ləkələr getmir, çünki çox köhnədir deyə bu umuvalinik, ona görə də buranı təmiz eləmək mümkün olmur. Belə. Səbzini qoydum qazana və indi bunu biraz qazda isitmək istəyirəm. Təmiz donu açılsın deyə. İndi qazı yandırım. Buradan bağlamışam. İstiyorum. Biraz altını arttırırım. Хотя yok, biraz belə olsun. Bunu da koyuram bunun üstüne.
Qoy biraz isinsin və уже yemək özü hazırdır. Bu duzu, istiyordu hər şey. Yerindədir. Hər şey qaynam töküb. Ona görə də bir dənə qalıb bunu isitmək. Yaxşı gaz yandıran var, çünki mən qazı yandıra bilmirəm. Zajqalki ilə bitəri yandırmaq olur. Amma spiçki ilə heç cür yandıra bilmirəm. Bilmirəm, nəsə bir fobiya var məndə, ona görə də sırf mənə görə belə bir qaz yandıran alıblar.